İndi də gəlin mənimlə birgə bu biabırçılığı oxuyaq. İbn Teymiyyənin Minhacus Sünnətun Nəbaviyyə kitabı, 8-ci cild, səhifə 122 deyir, şübhə yoxdur ki, Osman bütün Quranı cəm etmişdir. Bəzən onu bir rükətdə oxuyardı. Maşallah, Osman bütün Quranı bir rükətdə oxuyardı. Bəs Allah Rəsulunun elminin qapısı olan Əli necə? Görəsən o Quranı əzbər bilirdi, yoxsa yox? La havlə və la quvvətə illə billah. Əli, hansı ki onun barəsində Əl-Əzhərdən olan şeyxin Allah Rəsulunun belə buyurduğunu söyləyir. An Ümmü Sələmətə qalet, Səmi'tu Rasulallahi sallallahu aleyhi və səlləm yəqul, Aliyyun ma'al Qur'an vəl-Qur'anu ma'aley, la yeftəriqan həttə yeridə aləl havd. Görəsən, Quran onunladır və o da Quranladır deyildiyi kəs barəsində Quranı əzbər bildiyi və ya bilmədiyi barədə ixtilaf ola bilərmi? Gəlin bu mənbəni müşahidə edək. Əbdülbərrin Camiül Bəyanil Elm və Fəzlihi kitabı, 1-ci cild, səhifə 464. İsnadı səhihdir. 726-cı hədis. Əbu Tüfeyl deyir, Əlini gördüm, o xütbə edir və belə deyirdi. Soruşun məndən. Allaha and olsun ki, baxın, Allaha and içir. Məndən qiyamət gününə qədər nə olacağını soruşsaz, sizə onun barəsində danışaram. Məndən Allahın kitabından soruşun. Deməli, soruşun Allahın kitabından. Allaha and olsun ki, baxın, yenə də and içir. Onda olan ayələrin hansının gecə nazil olduğunu, hansının gündüz, hansının düzənlikdə və hansının da dağda nazil olduğunu bilirəm. Əmir əl-Möminin təkcə Quranı əzbər bilmirdi. Hətta ayələrin nə zaman, gecə, yoxsa gündüz, düzənlikdə, yoxsa dağda nazil olduğunu da bilirdi. Sonra da bu kinli nasibi gəlir və deyir ki, onun barəsində ixtilaf etmişlər ki, görəsən o, Quranı bütünlüklə əzbər bilirdi, yoxsa yox. İndi də sünnəyə keçid alaq. Görək o, Allah Rəsulunun bütün sünnəsini bilirdi, yoxsa sünnənin bəzi hissəsi ondan gizli qalmışdır. Gəlin mənimlə birgə baxaq, görək İslamın şeyxi nə deyir? Elə həmin kitab, 6-cı cild, səhifə 22 deyir. Əliyə radiyallahu anh, Allah Rəsulunun sünnəsindən çox hissəsi gizli qalmışdır. Ondan bəzisini hətta ölənə qədər bilmədi. O bu sözləri nə üçün deyirdi? Çünki İbn Mütəhhir Ömərin elmindən danışmışdır. Nasiblərin şeyxi İbn Teymiyyə də buna təhəmmül etməyib Əliyə nöqsan tutmuşdur. Hasbunallahu və ni'məl vəkil. Deyir ki, Allah Rəsulunun sünnəsinin çox hissəsi möminlərin əmiri, canişinlərin ağası, təqvalıların imamı, dinin qeyrətini çəkəndən gizli qalmışdır. Hətta onlardan bəzilərini ölənə qədər bilməmişdir. Allaha and olsun ki, nə deyəcəyimi bilmirəm. Bunu fəxr etdiyin İslam şeyxin